Məziz dostlar, bugün Binə qəsəbəsində belə paket kupçalı evimizin təzə satışdan gəldim. Evimizin paket kupça evimizin təzə satışa çıxdı. 145 min manata satışa çıxdı. Real alıcı inşallah danışmaq olar. Allah alana da satan da xeyir versin. Evimiz qəşəng gördüyünüz kimi qəşəng 2 mərtəbəli evdir. Həyət yanı sahəsi çox geniş və çox səliqəli həyəti var. Gördüyünüz kimi həyətin 2 sot yarımdır. Pul sistemi qapılar, jaluz qapılar, hər şey yəni çox sərfəli materialdan istifadə olunub. Monoliit betonuna qədər varıdır. Və qardaşlar, burada evimizin birinci mərtəbəsidir. Gördüyünüz kimi birinci mərtəbəsində yay mətbəxi kimi qəşəng belə bir yer nəzərə alınıb. Mətbəx üçün kombi aparatlarına qədər varıdır əziz dostlar. Və burada evimizin gördüyünüz kimi daxil olan gördüyünüz kimi evimizin qəşəng belə burada da bir otağı var. Bu evimizin qardaşlar, bax burası istipoldur. Yəni evimiz hamısı istipoldur. Buraları gördüyünüz kimi aşağı mərtəbəsi istipol. Gördüyünüz kimi qardaşlar, yəni çox keyfiyyətli məhsullarla beton kəmərlərinə qədər atılıb. Hər şey yerə yerində. 2 sot yarımı içində qardaş təcili satışa çıxdı. Sizlər evimizdə daxil olanda bu gördüyünüz kimi qalxdıq. Qəşəng belə bir ikinci mərtəbəsi və burada koridor sistemi, evin dediyim kimi paket kupçalı evdir. Bir dənə evin gözəlliyinə baxın məməzlərim. Çox qəşəng paket kupça ev cəmi 145 min manata. Gir yaşı evdir qardaşlar. Kombi xəttinə qazı, işığı, suyu daimi. Belə gözəl evi yəni əldən qaçırmayın. Əsl dostlar, qardaşa qismət olsa evdir. Evimiz 4 otaqlı evdir. Burada da evimizin sanitar, sanuzər xidməti. Bu da evimizin digər otağı. Dediyim kimi 4 otaqlı evdir əzizlərim. Bu da evimiz. O evimizin otaqları çox genişdir. Elə bil ki, hamısı zaldır. Və burada da evimizin digər otağı. Və əzizlərim, burada da evimizin kuknasıdır. Və əzizlərim, evimizin kuknasından balkona gedişi var. Evimizin gördüyünüz kimi qəşəng belə bir balkonu var. Evimiz bugünkü günü təcili, paket kupça, qazı, işığı, suyu daimi 145 min manata təcili satışa, satan da alana da xeyir versin. 4 otaqlı evdə əzizlərim.